Hər vaxtınız xeyir olsun dostlar. Bugün sizlərə say sistemləri mövzusunu əhatə edəcək 25 sualın izahını verəcəm. İlk öncə birinci sualda deyilir ki, hesablayın. Bizə onluq say sistemində bir ədəd verilir və 8-li say sisteminə keçmək tələb olunur. Yadımızda saxlayırıq ki, onluq say sistemindən istənilən say sisteminə keçdikdə həmin ədədi keçəcəyimiz say sisteminin əsasına bölməliyik. Yəni 67-ni 8-ə bölə-bölə gedirəm və ən sonda natamam qisməti götürməklə qalıqları tərsdən yazıram. Dediyimizi tətbiq edək. 67-ni 8-ə böldüm, qismətimdə 8, qalığımda isə 3 qalır. Sonra 8-i yenə 8-ə bölürəm, natamam qismətimdə 1, qalığımda isə 0 qalır. Ən sonuncu qismətimi, yəni 1-i götürürəm və qalıqları isə tərsdən yazıram. 1, 0, 3. Oldu 8-li say sistemində nə? 1, 0, 3. İkinci suala keçid edək. İkinci sualda isə ikili say sistemindən onluq say sisteminə keçmək tələb olunur. Burada isə əksinə, istənilən say sistemindən onluq say sisteminə keçirəmsə də, verilmiş ədədin üzərini 0-dan başlayaraq nömrələyirəm. 0, 1, 2, 3 və 4. Sonra nə edirəm? 1 vurulsun 2 üzərində, yəni əsasım nədirsə də, bizdə əsas 2 olduğuna görə əsasımı 2 yazıram. Üzərində də neçə düşürsə də rəqəmi onu qüvvətə yazıram. 1 vurulsun 2 üstü 4, üstə gələk 0 vurulsun 2 üzərində 3, üstə gələk 1 vuraq 2 üstü 2, üstə gələk 1 vurulsun 2 üzərində 1 və üstə gələk 0 vurulsun 2 üzərində 0. Buradan tapdıqda, onsuz da bilirik ki, 0-ı nəyə vursaq 0 elədiyinə görə bu 2 ifadə bizə 0-a bərabər olur. Bu 16-dır, bu 4-dür, bu isə 2-dir. Bunları da cəmləyəndə biz alırıq nə? 22. Deməli, verilən ədəd onluq say sistemində 22-yə bərabərdir. Üçüncü suala baxaq. Deyir ki, ikilik say sistemində olan bu ədədi 16-lıq say sistemində necə ifadə olunur? Yadımızda saxlayırıq ki, ikilik say sistemindən 16-lıq say sisteminə keçdikdə və yaxud da əksin etdikdə, yəni 16-lıq say sistemindən ikilik say sisteminə keçirəmsə də 8, 4, 2, 1 qaydasından istifadə edirəm. Bəs bu nə deməkdir? Əgər bizə ikilik ədəd verilərsə və 16-lığa keçmək tələb olunarsa da 4-4 ayırmaq lazımdır. Hardan? Sağdan sola doğru. Sağdan sayıram, 4 dənə simvol ayırdım. Yenə saydım, 4 simvol ayırdım, 4 simvol ayırdım. Bizə verilən ədəddə tam olaraq 4-ə bölündüyünə görə, yəni simvolları sayı, tam 4 dənə düşür. Ola bilər ki, başqa bir misalda burada 4 dənə yox, tutalım 2 dənə ədəd qalıbsa da, onda nə edirik? Çatmayan ədədlərin yerinə 0 yazırıq. Sonra başlayırıq rəqəmlərimizin üzərinə 8, 4, 2, 1-i yazmağa. 8, 4, 2, 1-i yazdıq hər birinə. Daha sonra nə edirik? Hansı rəqəmlərin altına ki, hansı ifadənin altına ki 1 düşübdür, həmin ədədləri cəmləyirəm. Burada görürəm ki, hər birinin altında 1 var deyə həm 8-i, həm 4-ü, həm 2-ni, həm 1-i cəmləyirəm, alıram nə? 15. Bilirəm ki, 16-lıq say sistemində də 15-i F ilə ifadə edirik. Sonra bura baxıram, 1, 4-ün altında 1 var, bir də 1-in. 4 ilə 1-i cəmləyirəm, eləyir 5. Daha sonra 2 ilə 1-in altında 1 olduğu üçün 2 ilə 1-i cəmləyirəm, eləyir 3. Burada isə yalnız 1-in altında 1 var və ona görə də bu da eləyir bizə 1. Verilmiş ədəddə sıra ilə düzürəm. 15-i yerinə F yazıram, 5 yazıram, 3 yazıram, 1 yazıram. Deməli, 16-lıq sistemdə verilmiş bu ədədin qarşılığı nəyə bərabərdir? Bu ifadəyə bərabərdir. İndi isə 4-cü suala baxaq. 4-cü sualda isə 8-likdən 2-liyə keçmək tələb olunur. Yadımızda nəyi saxlayırıq? 2-likdən 16-lığa və 16-lıqdan 2-yə gedəndə 8, 4, 2, 1-dən istifadə edirəm. 2-likdən 8-liyə, 8-likdən 2-liyə gəldikdə isə 4, 2, 1 qaydasından istifadə edirəm. Metodum eyni metoddur. Yenə məsəl üçün 16-lıq say sistemində 4, 4-ə ayırıramsa da 2-lik ədədi 16-lığa keçəndə. Burada da 2-lik ədədi 8-liyə keçəndə 3, 3 ayırıram. Və başlayıb üzərini 8, 4, 2, 1 yox, 4, 2, 1 nömrələyirəm. Və yaxşı, əksinə verəndə, yəni 8-likdən 2-liyə keçmək deyəndə 4, 2, 1-i yazıram. Daha sonra xəttimi çəkdim və verilən ədədi rəqəmlərə parçalayıram. 577-ni 5, 7, 7 kimi yazıram. Əgər 16-lıq say sistemində verilsəydi ədəd 2-liyə keçmək tələb olunardısa, bu zaman nə edirəm? 8, 4, 2, 1 yazıram. Daha sonra bu 5 ədədini almaq üçün burada olan ədədlərdən hansını cəmləməliyəm? Təbii ki, 4 ilə 1-i cəmləməliyəm. Onda həmin ədədlərin altına 1 yazıram, digər qalanlarına 0 yazıram. 7 almaq üçün hər birini cəmləməliyəm. Hər birinin altına 1 yazıram. Yenə hər birinin altına 1 yazıram. Daha sonra aldığım ifadədə
Yuxarıdan aşağıya doğru sırayla düzürəm. Yəni birinci sıramda olan 1 0 1 yazdım. İkinci sıramda olan 1 1 1, ən sonuncu sırada olan 1 1 1. Verilmiş artıq cavabım olur nə? Mənim ikili say sistemində verilmiş ədədin qarşılığı. Variantlardan da baxsaq, görürük ki, A variantı uyğun olur. Digər suala keçid eləyək. Deyir ki, 16-lıq ədəd yaddaşda neçə bit yer tutur? Yadımızda saxlayırıq. İkili say sistemində 2 simvol var deyə, 2 də nədir? 2 üzərində 1-dir. Deyirəm ki, burada bir simvol yaddaşda 1 bit yer tutur. 8-li say sistemində 8 simvol var. 8 də 2 üzərində 3 olduğundan görə deyirəm ki, yaddaşda 3 bit yer tutur. Bunlar harada? Bu başdan götürdüklərim 3-lərdir. 16-lıq say sistemində 16 dənə simvol var deyə 16 da nədir? Səhvlik getdi. 2 üzərində 4-dür. Və deyirəm ki, yaddaşda nə qədərdir? 4 bit yer tutur. İndi baxıram, bizə 16-lıq ədəd verdiyinə görə 16-lıqda nə dedik? Bir simvol 4 bit yer tutur. Bizdə neçə simvol var? Görürəm ki, 4 dənə simvol var. Deməli, 4 simvol yaddaşda nə qədər yer tutur? 4 vuraq 4, yəni 16 bitlik yer tutur. 6-cı suala keçsək, burada ikili ədəd üçün deyir yaddaşda nə qədər yer ayrılır. İkilik say sistemində dedik ki, bir simvola 1 bit yer ayrılır. Sayıram 1, 2, 3, 4, 5, 6, 7. 7 simvolum varsa da biri bitdən deməli nə qədər yer tutur? 7 bit qədər yaddaşda yer tutmuş olur. 7-ci sualda isə fərqli olur. İkili 8-li 16-lıqda bir simvolun həcmini tapırıq. Sonra verilmiş ədədin həcmini tapıram. Amma 7-li, daha doğrusu 10-luq say sistemində isə verilmiş ədədi 2-nin hansı qüvvətindən kiçikdirsə onu tapıram. Məsələn, 17 ədədi 2-nin hansı qüvvətindən kiçikdir? Təbii ki də 2 üstü 5-dən kiçikdir. Və deyirəm ki, onda ümumi 17-də deyil, yaddaşda 5 bit qədər yer tutur. Burada bir simvol nə qədər yer tutur deyə bir söhbətim yoxdur. Yəni, tapacağım bu 2-nin qüvvəti ümumi ədədin yaddaşda tutduğu həcmi bildirir. Bu, indi 2-nin tam qüvvəti deyil. Tutalım ki, bizə 16 versəydilər, yəni 16 2 üzərinə 4-ə bərabərdir, düzdürmü? Demirəm ki, yaddaşda 4 bit yer tutur. Yenə də bunu kiçik eləyirəm, 2-nin hansı qüvvətindən kiçikdir? 2 üstü 5-dən kiçikdir. Və deyirəm ki, yaddaşda yenə 5 bit qədər yer tutur. 8-ə baxaq, deyir, onluq say sistemində verilmiş 2 üzərində 31 ədədi yaddaşda nə qədər yer tutur? Bayaq dediyimizi bura tətbiq eləyək. 2-nin tam qüvvəti olsa da, yenə də mən baxıram, görüm bu neçədən kiçikdir? 2 üzərində 32-dən kiçikdir. Onda deyirəm ki, bu ədəd yaddaşda 32 bit qədər yer tutur. 9-a baxsaq, onluq say sistemində verilmiş bu ədəd yaddaşda nə qədər deyir, yer tutur. Bunun iki yolu var. Ya verilmiş ədədi ikili say sisteminə çeviririk, baxırıq görək yaddaşda nə qədər yer tutursa da eyni həcm olur. Və yaxud da ki, 2 üzərində 17. Gəlin belə bir misal göstərib. Tutalım 3 üstəgələk 3 bərabərdə 6 deyirik. Bu 6-nı necə alırıq? 2 dənə 3 olduğuna görə 2 vuraq 3 bərabərdə 6 olur. Burada da eyni qaydadır. Mən 2 üzərində 17-ni 2 üzərində 18-ə çatdırmaq üçün üzərinə 2 üstə 17 gəlməliyəm. Yəni, bu bərabər olmalıdır. 2 vuraq 2 üstə 17-yə. Bu da bərabərdir nəyə? 2 üzərində 18-ə. Deyərəm, hə, bu 2 üstə 18-ə çatdı. Deməli, burada 2 üstə 17-nin üzərinə 2 üstə 17-dən kiçik hər hansı bir ədəd gələndə, bu hələ 2 üstə 18-ə çatmır. Kiçik olur 2 üzərində 18-dən. Ona da deyirəm ki, onluq ədədi kiçik elədim 2-nin qüvvətindən və deyirəm, yaddaşda 18 bit qədər yer tutur. Yəni, D variantı uyğun olur. 10-cu suala baxaq. Deyək ki, 2048 ədədinin ikili say sistemindəki yazılışındakı sıfırların sayı birlərin sayından neçə dəfə çoxdur? Verilmiş 2048 ədədini 2-nin qüvvəti kimi yazıram. Yəni, 2 üzərində 11 kimi yazıram. 2 üzərində 11 onluq ədədini ikili say sisteminə keçirirəmsə də, yadda saxlayıram ki, qabağındakı əmsal nədir? 1 vuraq deməkdir. Da heç nə yoxdursa 1 deməkdir. Deməli, birinci ədədin bir dənə 1 olur, arxasıca da qüvvətin sayı qədər. Qüvvət nə qədərdir? 11 dənə. 11 dənə də arxasıca 0 olur. Bunun ikilik yazılışı. İndi bizdən nəyə soruşur? Sıfırların sayı birlərin sayından neçə dəfə çoxdur deyir. 11 dənə 0, bir dənə 1-dən neçə dəfə çoxdur? Təbii ki də 11-i 1-ə bölürəm, deyirəm 11 dəfə çoxdur. Yox, əgər neçə vahid və yaxud da neçə dənə çoxdur desəm, onda çıxardım ki, 11 1-dən 10 vahid kiçikdir. Daha doğrusu böyükdür. 11-ci suala baxaq. Deyir ki, 528 ədədinin ikili say sistemindəki yazılışındakı sıfırların sayı birlərin sayına neçə dəfə və neçə vahid çoxdur? Bayaqçı ədədim
2-nin tam qüvvəti idi. Hə, okey idi, eləyirdim. Bəs belə 2-nin tam qüvvəti olmazsa nə edirəm? Yəni onluq ədədi ikiliyə çevirəndə normalda 2-yə bölə-bölə getməliyəm. Təbii ki, bu böyük ədəd olduğu üçün neçə dəfə bölə-bölə gedəcəm. Biraz uzun olur. Vaxtımız tələb eləyir ki, vaxt çox keçsin. Bunun qısa yolu nədir? Verilmiş 528 ədədini qüvvət cəmləri kimi göstərirəm. 2-nin qüvvət cəmi, yəni ikilik say sisteminə keçirəmsə də. 528-in içərisində 2-nin tam qüvvəti neçə var? Təbii ki, 2 üzərində 9, yəni 512 var. 512 gedəndə yerdə nə qalır? 16 qalır. 16-nın içərisində də 2 üzərində 4, yəni 16-nın özü yerləşir. Deməli, verilmiş ədədim 2-nin qüvvətləri cəmi şəklində bu cür göstərilir. Bu oldu onluq cəm şəklində. Bəs mən bunu ikiliyə çevirəndə nə edirəm? Ən böyük qüvvəti götürürəm. Ən böyük qüvvətim 209. 209 iştirak elədiyi üçün 1 yazıram yerinə. 208 yoxdur, 0 yazıram. 207 yoxdur. 206 yoxdur, 5 yoxdur, 4 var, ona görə yerinə 1 yazıram. 203 yoxdur, 202 yoxdur, 201 yoxdur və 200 da yoxdur. Deməli, bunun ikilik yazılışı bu şəkildə olur. Və qısa konkret bu ifadəni bu ikilik kimi yazmadan necə birlərin və sıfırların sayını tapa bilərəm? Ən böyük qüvvətim neçədir? 9. Üzərinə 1 gəlirəm, eləyir 10. Deməli, mənim bu ikilik yazılışında, bu ifadəni ikilik yazılışa çevirəndə 10 dənə ümumi sıfır birlərim var. Bəs neçəsi 1-dir? Hansı qüvvətlər ki, iştirak eləyir, onların yerinə 1 yazacağım üçün neçəsi iştirak eləyir? 2-si. Deyirəm, 2 dənə rəqəmimin yerində 1 duracaq. Onun 2 dənəsi 1-dirsə, yerdə 8 dənə qalır, o 8 dənəsi də 0-dır. İndi sıfırların sayı birlərin sayından deyir neçə dəfə çoxdur? 8 2-dən 4 dəfə çoxdur. 4 dəfə. Vahid olaraq isə 6 vahid çoxdur. Bu cür asan yolla da sualımızı tapa bilərik. Deməli, 4 dəfə və 6 vahid. Gəlirik 13-cü suala, daha doğrusu 12-ci suala. Bizə yenə onluq ədədlərin cəmi verilir və buradakı birlərin cəmini tapmaq tələb olunur. Yenə eyni qayda ilə baxıram ki, bu 2-nin qüvvətləridir da. Ən böyük qüvvət bizdə neçə iştirak edir? 2 üzərində 11. Bu 11-in üzərinə 1 gəlirəm, olur 12. Deməli, bunun ikilik yazılışında ümumi 12 dənə 0 birlər var. Bəs bunların neçəsi 1-dir? Hansı qüvvətlər iştirak edirsə, deməli onun yerində 1 duracaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10 dənə ədəd durduğuna görə deyirəm ki, bu yazılışda 10 dənə ədədin yerində 1 dayanır, yerdə qalan ikisində isə 0 dayanır. İkilik yazılışında olan birlərin cəmini soruşursa da 10 dənə birim olduğuna görə 10 dənə birin də cəmi ilə 10 eləyir. 13-cü suala baxaq. Burada isə nə soruşur? Sıfırların sayı soruşur. Yenə eyni qayda ilə. 2 üzərində ən böyük qüvvətim 10 olduğu üçün onun üzərinə 1 gəlirəm, eləyir 11. 11 dənə ümumi 0 birim var. Bunların da 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə qüvvət iştirak elədiyinə görə 9 dənə ədədinin yerində 1 dayanacaq. Yerdə neçəsi qalır? 2 dənəsi qalır. O 2 dənəsinin də yerində 0 olur ki, bu sıfırların sayını soruşur, o da 2 dənə olur. 14-cü suala baxaq. Deyir ki, bu onluq ədədlərin cəminin ikilik yazılışında olan sıfırların sayını tapın. Normalda, məsələn, 2-nin qüvvətləri kimi verilirsə də, hə, okeydir, bu şəkildə tapıram. Bəs belə olduqda, yəni 2-nin qüvvətləri də düzdür. Amma bu 1024-ə qədər. Artıq burada 1-i təkrar yazıblar. Yəni 2 dənə qüvvət iştirak eləyir, bir də 2 üzərində 0 məsəl üçün var. Ondan nə edirəm? Yadda saxlayıram ki, 2-nin qüvvətlərini ardıcıl şəkildə yazanda, yəni 200-0 var, 200-1 var, 200-2, 3, 4, hamısı iştirak eləyirsə də, onda belə bir düsturdan istifadə edirəm. 2 üzərində n plus 1 çıxaq 1. Bu nə deməkdir? Yəni, verilən bu ardıcıl 2-nin qüvvətlərinin cəmini tapanda, burada ən böyük qüvvətim nədir? 2 üzərində 10. Onda 2 üzərində n plus 1 yazdığımda, bu 200 də onun üzərinə 1 gəlməkdir. Yəni, qüvvətin üzərinə 1 gəlməkdir. 2 üzərində onun üstə 1 gəldim, elədi 11, çıxdım 1. Yəni, mənim düz bu 1-dən 1024-ə qədər olan bu ədədlərin cəmini bir-bir toplasaq əlinizdən, 2 üzərində 11 çıxaq 1 alarsınız. Sonra da üstə gələk 1-i də yanında yazıram bu verilmiş ifadəni. Bunu da islah eləsəm, müsbət 1 və mənfi 1-i. Alıram 2 üzərində 11. Deməli, ümumilikdə bu ədədin cəmi 2 üzərində 11-ə bərabərdir. 2 üzərində 11-i də artıq biz ikilik say sisteminə keçirmək bilirik. Bilirik ki, bir dənə 1, arxasıca da qüvvət sayı qədər. Yəni, neçə dənə? 11 dənə 0 var. Sıfırların sayını tap deyir, 11 dənə 0 var.
Daha sonra 15-ci suala baxaq. Deyir ki, üzərində 24 onluq ədədinin 16-lıq yazılışında olan sıfırların sayını istəyir bu səfər. İndi bayaqdan ikili say sisteminə çevirirdik deyə əsasını 2-yə gətirirdik. İndi də 16-lıq say sisteminə çevirirəmsə də, ədədi 10-luq say sistemindən 16-lıq say sisteminə keçirəmsə də, əsasımı 16-ya gətirməliyəm. Bunun əsasını necə 16-ya gətirə bilərəm? Yəni elə yazmalıyam ki, 2 üzərində 4 üstüdə nəsə bir ifadə olmalıdır. Bunu 2 üzərində 4 kimi yazanda yerdə nə qalır? 24-dür. 24-ü 4-ə böləndə 6 qalır. Deməli, bunu bu şəkildə yaza bilirəm. 2 üstü 4 üstü 6. Həqiqətən də bunu açanda bilirəm ki, üstlər bir-birinə vurulur. 2 üzərində 24 eləyir. Bu da bərabərdir nəyə? 2 üstü 4 16 eləyir. 16 üzərində 6. Bu oldu nə? Onluq ədədim. İndi mən bunu 16-lığa keçirməliyəmsə də, yenə eyni şeydir. Əsasım 16-dırsa da, 16-lığa keçirəmsə də, qabağındakı əmsalım birinci rəqəm olur. Qabağında nə durur? Heç nə dayanmırsa, demək ki, 1 dururmuş da. 1 vuraq özünü verdiyinə görə. 1-i yazıram, arxasıca da qüvvəti sayı qədər, yəni 6 dənə 0 yazmalıyam. Nə oldu? 6 dənə 0. Bizdən də sıfırların sayını soruşur. 6 dənə deməli sıfırım var. Bəs yaxşı, bu şəkildə olarsa, burada da onluğu 16-lığa çevirmək tələb olunur və hansı rəqəmdən başladığını tapmalıyıq. Bu artıq 2-nin, belə deyək, 2 üstü 4-ün üstündə tam kimi göstərilə bilmir da. Bilirəm ki, 26 4-ə bölünmür. Amma bu 26-da 2 vahid çoxdur. Yəni 24 olub ayrı-ayrı yazılsa, görürəm ki, 24-ü yaza bilirəm 2-nin üzərində 4 kimi, yəni ifadə ilə. Onda nə edirəm? Yazıram ki, 2 üstü 24-ə gətirmək üçün 2 üstü 2 vuraq 2 üzərində 24 kimi. Bu da onsuz da vuranda üstlər toplamı 2 üstü 26 verir. Bu da bərabərdir. Bu 2 üstü 2 eləyir 4. 4 vurulsun 2 üstü 24-də belə yazaram mı? Yenə eyni şəkildə 2 üstü 4 üzərində 6 kimi. Bu da bərabərdir. 4 vurulsun 16 üstü 6 verərmi? Yenə eyni ifadəni aldım. Bu səfər bu onluq ədədini 16-lığa çevirəndə qabaqda əmsalda 4 dayandığına görə birinci 4 yazıram, arxasıca da qüvvətin sayı qədər. Yəni 6 dənə yenə 0 yazıram. Sadəcə bayaqki ifadədən fərqi nədir? Bayaqkında əmsalda 1 dayanırdı deyə birinci ədədim 1 ilə başlayırdı. Burada artıq əmsalımda 4 dayandığı üçün ilk ədədim, ilk rəqəmim 4 olur. Deyir ki, hansı rəqəmlə başladığını tap, 4 rəqəmindən başlayır. 17-ci suala baxsaq, deyir 10 plus 10 bərabərdir 100. Bu hansı say sistemində doğrudur? Deməli, verilmiş ədədləri hər hansı bir say sistemində topladıqda bizə həmin say sistemində 100 verir. Nə edirəm? Ayağına x yazıram. Yəni, bilmirəm də bu hansı say sistemindədir. Bəzi məsələlərdə bunu x və yaxud da hər hansı bir məhsul kimi verirlər, bəzilərində isə bu şəkildə yazılır. Donub qalmırıq. X yazırıq, heç nə verilməkdir. Başlayırıq hesablamağa. Bilirik ki, hesablamalarda onluq say sistemi üzərindən gedir. Heç nə, onluğa çevirək. Yəni, üzərinə 0,1 yazdım, 0,1 yazdım, yenə 0,1,2 yazdım. Bu nə deməkdir açılışı? 1 vurulsun x üstü 1, yəni x, üstəcələk 0 vurulsun x üstü 0. 0-ı nəyə vursam 0 alıram deyə yazmıram. Üstəcələk 1 vurulsun x üstü 1, yenə eyni şey eləyir. X üstəcələk 0 olduğuna görə 0 yazmıram. O da bərabərdir. 1 vurulsun x üstü 2, yəni nə? X kvadrat. Digərlərdə 0 vurulsun olduğuna görə 0 alıram deyə yazmıram. Bunu da bərabərdir. Necə yazıram? X kvadratı. X-dən x-ə topladım 3x. Sağ tərəfə də keçirdim. Minus 2x şəklində oldu. Bərabərdir 0-a. Buradan x-i mötərizə xaricinə çıxarsam, x vurulsun, x çıxaq 2 kimi alıram. Bu da bərabərdir 0 yazaram mı? Mən də bilirəm ki, vuruqlardan biri və yaxud da hər ikisi 0 olmalıdır ki, mənim hasilim 0 olsun. Yəni, bunu mən həll eləyəndə bir dəfə birinci ifadəni, yəni x bərabərdir 0 götürürəm. Bir dəfə də mötərizənin içini 0-a bərabərləşdirirəm. Mötərizənin içi də x çıxaq 2 bərabərdir 0-dırsa, deməli x-im nədir? 2-dir. Deməli, x-ə 2 dənə qiymət aldım. Burada da bilirəm ki, təbii ki, say sistemi soruşursa da ikili say sistemi götürürəm. 18-ə baxaq. Deyir, hesablamanın doğru olduğu ən kiçik say sistemindəki ən böyük rəqəm nədədir? İkili say sistemində təsvir edin. İlk öncə gəlin baxaq görək bizim bu cəm hansı say sistemində doğrudur. Yenə eyni ifadə ilə, yəni üzərinə 0,1-ləri yazaraq mən hesablama aparıram. Təbii ki, bizdən ən kiçik say sistemi hansında doğru olduğunu soruşursa da, orada mən 0 bərabərdir 0 alıram. Həqiqətən də gəlin eləyək. 0, 1 deyə üzərini yazıram və onluğa keçirəm. Nə olur? 4 vurulsun x üstü 1, yəni 4x. Üstəcələk 1 vurulsun x üstü 0, yəni 1. Üstəcələk 3 vurulsun x üstü 1, yəni 3x.
Üstəgələk 6 vuraq x üstü 0, yəni 6 bərabərdir 7x üstəgələk 7-yə. Bunları da məhsulları bir tərəfə, məlumları bir tərəfə keçirəndə 0 bərabərdir 0 alırım. Normalda bayaqçı kimi x bərabərdir müəyyən bir say sistemi almalıyam da, tam bir ədəd almalıydım. Bəs yaxşı, belə 0 bərabərdir 0 aldıqda nə edirəm? Qayıdıram, mənə ilkin verilən ifadəyə baxıram. Burada ən böyük rəqəmim neçədir? 7-dir. Bəs 7 hansı say sistemində iştirak edə bilər? Hansında? Yəni əsasın üzərinə 1 gəlməklə tapıram ən kiçik say sistemini. 7-dirsə 7-likdə iştirak edə bilmir də 7 rəqəminin özü. Ən kiçik 8-likdə, sonra 9-luqda, 10-luqda və s. iştirak edir. İndi bizdə də ən kiçik say sistemi dediyinə görə hansını götürürəm? Ən kiçik olan 8-i götürürəm. 8-lik say sisteminə də ən böyük 2 rəqəmli ədəd hansıdır? Bilirəm ki, 7 7-dir. Çünki ən böyük simvolu 7 olduğuna görə 2 rəqəmli də deyirsə 2 dənə 7-nin yanaşı yazıram. Bu olur 8-lik say sistemində. Bizə deyir bunu ikili say sistemində ifadə elə. Biz də öyrəndik ki, 8-likdən 2-liyə keçəndə 4-2-1 qaydasından istifadə edirəm. Verilən bu ədəd rəqəmlərə parçalayıram. 7 7 kimi yazdım və cəmləri bilirəm ki, 4 2 1-in cəmi 7 verir. 4 2 1-in cəmi 7 verdiyinə görə hər birinin altına 1 düşür. Sırayla da yazsam 1 1 1 1 1 1, yəni 6 dənə 1 ifadəsinə bərabər olur. 19-cu suala baxaq. Deyir 16-lıq say sistemində ən böyük 2 rəqəmli ədədin. 16-lıq say sisteminin ən böyük 2 rəqəmli ədədi hansıdır? F F. Demirəm ki, f 15-ə bərabərdir və f-in özü də 2 rəqəmli ədəddir. Xeyr, f özü məsəl üçün 15-ə bərabər olsa da, mən onu 16-lıq say sisteminin ən böyük simvolu, bir rəqəmli ədədi sayıram. 2 rəqəmli olması üçün 2 dənə f-i yanaşı qoymalıyım. Deyir, bu ədədin ən böyük bir rəqəmli ədədə. 16-lıq say sisteminin ən böyük bir rəqəmli ədədi nədir? Eləcə f-dir. Bunlar nədir? 16-lıqdadır. Bizə nə etmək lazımdır? Bunun nisbətini tapmaq lazımdır. Onun üçün nə edirəm? Onları onluq say sisteminə gətirirəm. Onluq say sisteminə gətirəndə yenə üstlərini toplamaq lazımdır. F 15 olduğuna görə 15 vuraq 16 üstü 1, yəni 15 vuraq 16. Üstəgələk 15 vuraq 16 üstü 0, yəni 15 vuraq 1. Aşağıda da nə düşdü? 15 düşdü. 255 bölək 15 alıram. Buradan da alıram ki, nə? Ümumi ifadəm 17-yə bərabərdir. 20-ci suala gəldikdə, deyir, cədvəldə ASCII kod cədvəlindən bir hissə verilmişdir. Kiçik O simvolunun 16-lıq kodunu tapmaq tələb olunur. Baxırıq cədvəlimizə, nə görürük? Onluq kodlar arasında görürəm ki, kiçik P və böyük P arasında 32 qədər fərq var. Yəni, böyük P-nin üzərinə 32-ni gəldikdə mən kiçik P-nin onluq kodunu alıram. Deməli, mən böyük O-nun üzərinə də 32 gəlsəm, kiçik O-nun kodunu alaram. Bunun üzərinə 32 gələndə neçə eləyir? 111 eləyir. Bu oldu nə? Onun onluq kodu. Bəs 16-lıq kodlar arasında hansı ifadələr var? Baxıram, kiçik P hərfinin üzərinə, burada, böyük P hərfinin simvolunun daha doğrusu üzərinə, 50-nin üzərinə 20 gələndə mən nə edirəm? Onun 16-lıq kodunu alıram. Yenə eyni şey olacaqdır. Böyük O hərfinin, yəni 4F-in üzərinə 20 gəldikdə mən almalıyam nəyi? Onun 16-lıq kodunu. Təbii ki, siz bunu ifadə eləmək üçün gərək onluq simvola çevirəsiniz. Bunun ən asan yolu nədir? Onluq kodunu artıq tapmısınız da, əlinizdə var. Gəlin bunu 16-lığa çevirək. 111-i 16-lığa çevirəndə nə edirəm? 16-ya bölə-bölə gedirəm. Buradan da nə alıram? 7 dəfə düşmür, 6 dəfə düşür. 96. Buradan da çıxanda alıram 15. 15 də bilirəm ki, 16-lıq say sistemində F kimi ifadə olunur. Natamam qismətimi götürdüm və qalığı yazdım, 6F oldu. Sadəcə baxıram ki, onluq say sistemində belə bir düsturdan istifadə edin ən yaxşısı. Kiçik simvolun kodunun qarşılığı bərabər olur. Böyük simvolun kodunun qarşılığının üzərinə 32 gəlməklə tapılır. Onluq say sistemində. Əgər bu düstur yadınızda çıxsa, eyni qaydada burada hərflərdən də kömək eləyərək, istifadə eləyərək tapa bilərsiniz. 21-ə baxaq. 21-də deyir 0 simvolunun ikilik kodu hansıdır? Baxıram bizdə nə verilir? 4-ü verib 52, 3-ü verib 51. Onda sizdə 2 nə olur? Təbii ki 50 olur da, yəni geriyə sayır. 1 nə olur onda? 49 olur. 0 nə olur? 48 olur. Mən tapdığım nə oldu? Onun onluq kodu oldu. 48 onluqda verilir.
Bəs bunu mən ikiliyə çevirmək üçün nə etməliyəm? Ya 2-yə bölə-bölə getməliyəm, ya da 2-nin qüvvət cəmi kimi göstərməliyəm. 48-in içərisində bilirəm ki, ən böyük 2-nin qüvvəti 2/5-dir, yəni 32-dir. 32 gedəndə yerdə 16 qalır, 16-nın içində də elə 16, yəni 2/4 yerləşir. Verilən bu qüvvət cəmini də ikiliyə keçirəndə ən böyük qüvvətim nədir? 5. 2 üzərində 5. Yerinə 1 yazdım. 2 üzərində 4 var deyə yerinə 1 yazdım. 2/0 yoxdur. 2/3 yoxdur. 2/2 yoxdur. 2/1 yoxdur. Və 2/0 yoxdur. Deyəsən sıfırları artıq yazdıq. 4, 3 yoxdur. 2 yoxdur. 1 yoxdur və 0 yoxdur. Aldığım cavabımız C variantı. Sonra 22-yə baxaq. Deyir, aşağıdakılardan hansı cüt ədəddir? Yadda saxlayırıq ki, say sisteminin əsası cüt olduqda, yəni bizdə 2 cütdür da, verilmiş ədədin sonu cüt ədədlə bitirsə də cütdür, tək ədədlə bitirsə də təkdir. Baxıram 1, 1, 1, 1. Bunlar tək ədəd olduğu üçün deməli ədədimdə tək ədəddir. Amma bunun sonu 0 cüt ədəd olduğu üçün cüt olur. Bəs yaxşı, əsası tək olsa nə baş verər? Məsəl üçün 1, 0, 1, üçlükdə verilərsə. Bu zaman əsas təkdirsə də verilmiş ədədin rəqəmləri cəmini tapıram. Bunun rəqəmləri cəmi nəyə bərabərdir? 1, 0, 0, 1-in cəmi 2 verir. Əgər o cəm cüt ədəddirsə də verilən bu ədəd nəticə olaraq cüt olur. Əgər yox, ədədin məsəl üçün 1, 0, 1, 1 bu şəkildə verilərsə üçlük say sistemində, bilirəm ki, bunların cəmi nəyə bərabərdir? Rəqəmlər cəmi 3-ə. 3 də nədir? Tək ədəd. Ona deyirəm ki, bu ədəd nədir? Tək ədəddir. 23-ə baxaq, deyir, 9 bitlə kodlaşdırıla bilən minimal ədəd hansıdır? Bunu tapmaq üçün 2 üzərində n-1 düsturundan istifadə olunur. Belə düşünək də, 9 bitlə kodlaşdırmaq üçün mən 2 üzərində 8 ən az bunu yazmalıyam ki, bu 2 üzərində 9-dan kiçik olsun. Ondan sonra da 2/8 üzərində 1, 1 gələ-gələ gedirik. Düz hara qədər? 2/9-a çatması. 2/9-a çatanda artıq deyirəm ki, bu 2 üzərində 10-dan kiçikdir və 10 bit yer tutur. Deməli, ən kiçik minimal ədədim hansıdır? 2 üzərində 8, yəni 256-dır. 24-ə baxaq. Deyir ki, bu yazılışı hansı ədədə aiddir? Baxıram, 7 üstü kubunu verib, 7-nin kvadratı verib və 7-nin üstü 0 veribdir. Deməli, mənim əsasım 7-dir. İlk 7 ən böyük qüvvət nədir? 7/3. Qabağına nə durub? 3. Deməli, birinci ədədim, simvolum 3 olur. 7 üzərində 2-nin qabağında 4 durub. İkinci simvolum 4 olur. 7/1 qüvvəti olmadığına görə, yəni bu deməkdir da, 0 vuraq 7/1 imiş ki, iştirak eləmir. Deməli, bunun yerində 0 dayanır. 7 üzərində 0-ın qabağında 5 durduğu üçün burada 5 yazırım. Deməli, bu nə imiş? 7-li say sistemində olan 3, 4, 0, 5 ədədi imiş. 25-ə baxaq. Deyir ki, verilmiş bu ədədlərin cəmini tapın. Normalda bəzi tələbələr bunları onluq say sisteminə gətirir, sonra cəmləyir, sonra təzədən ikili say sisteminə qaytarır. Yəni, onunla da eləsəz, səhv almazsınız. Sadəcə olaraq bu bir uzun yoldur. Verilmiş ədədləri nə edirik? Alt-alta yazırıq. 1, 0, dalıca 4 dənə 1 və 0. Bu oldu ikili ədədin birincisi. İkincisini yazanda yenə alt-alta 1, 1, 0, 0 və 3 dənə 1. Bu ikili ədədləri toplamalıyıq. Gəlin əvvəlcə belə bir şey deyək. Məsəl üçün, bizə deyilir ki, 17 üstəgələk 14-ü tap. Adi istifadə edədiyimiz onluq ədədlərdən getsin. Nə edirəm? Deyirəm ki, 7 üstəgələk 4, 11 eləyir. 1 yazıram və 1 yadda saxlayıram. 1 ilə 1, 2 eləyir. O yadımda qalanda bunun üstünə gəlsəm, eləyir 3. Və deyirəm ki, cəm 31-ə bərabərdir. O yadda qalanı necə tapırdım bəs? Bax, bunun əsası 10-dur da dedik. Yəni, istifadə edədiyimiz rəqəmlər onluq say sistemində olur. İndi, 7 ilə 4-ü toplayanda 11 eləyir. Əsasım 10-dur. Onu aşdığına görə mən nə edirəm? O 11-dən əsasımı, yəni 10-u çıxıram, qalır 1. O qalan 1-i gətirib buraya yazıram və bir dənə tam dolduğunu da yadımda saxlayıram. Sonra yenə eyni qaydada yadımda saxladığımı bunun üzərinə gəlirəm və əsası aşmadığı üçün olduğu kimi yazıram. Dediyimizin eynisini bura tətbiq eləyək. 0 ilə 1-i toplayıram, 1 eləyir. Əsasımı aşmadı ki, yox, ikili say sistemində 1 var. Onda olduğu kimi 1-i yazıram. 1 ilə 1-i toplayıram, 2 eləyir və bilirəm ki, 2 ədədi ikili say sistemində yoxdur. Onda nə edirəm? 2-dən say sistemimin əsasını, yəni 2-ni çıxıram, yerdə nə qaldı? 0. O qalanı bura yazıram və 1 tamamı da yadda saxlayıram. Yenə 1 ilə 1-i topladım 2, yadımda qalan 1-i də üzərinə gələndə eləyir 3.
3 ədədi olmadığı üçün ikili say sistemində 3-dən əsası çıxıram, yəni 2-ni 1 qalır. O qalanı bura yazıram və 1-ni də yadımda saxlayıram. 1 ilə 0-ın cəmi 1 eləyir. Yadımda qalan da üzərinə gələndə 2 eləyir. Amma 2 olmadığı üçün dedik ki, 2-ni çıxıram və 0 yazıram bura. 1 də yadımda saxlayıram. Yenə 1-in üstə 0 gəlirəm 1. Yadımda qalan 1-i də üzərinə gəldikdə 2 eləyir. Yenə 2 yaza bilmirəm. 0 yazıram və 1 yadımda saxlayıram. 0 ilə 1-in cəmi 1 eləyir. Yadımda qalan da gəldikdə 2 eləyir. Yenə 0 yazıb 1 yadımda saxlayıram. 1 ilə 1-in cəmi 2 eləyir. Yadımda qalan 1-i də gələndə 3 eləyir. 3 yaza bilmirəm. 1 yazıram. 1-i yadımda saxlayıram. Ən sonunda da heç nə qalmadığı üçün yadımda qalan da qabağına yazıram. Deməli, verilmiş bu ikilik ədədlərin ikilik say sistemindəki cəmi bu ifadəyə bərabərdir. O da baxıram harda var? C variantında var. Ümid edirəm hər biriniz üçün faydalı olar. Artıq bundan sonra say sistemlərindən olan ümumi məsələlərin həllində çətinlik çəkməzsiniz.